Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Məni Instagramdan izləyə bilərsiniz və biz də 2026-27-ci tədris ili üçün tarix dərslərinə başlamışıq. Həmin dərslərə qeydiyyatdan keçə bilərsiniz. Bunun üçün mənə Instagramdan yaza bilərsiniz. Dərslər həftədə 3 dəfə olacaq və eyni zamanda yerlər məhdud olacaq. Çünki az qrup götürəcəm, yalnız maksimum 2 qrup götürə bilərəm. Və hər qrupda da 4-5 nəfər nəzərdə tutmuşam. Ona görə də qeydiyyatdan keçməyə tələsin. Bundan başqa bəzən videolarda mənə qeyd edirlər ki, bəs filan şəxsiyyət haqqında bunu qeyd etmədiniz və ya filan hadisəni qeyd etmədiniz. Ümumiyyətlə dediyim şeyləri əlbəttə ki, bilirəm və tarix geniş bir elmdir. Burada çoxlu mövzularda biz mənbələrə əsaslanaraq diskussiyalar yarada bilərik. Öz fikirlərimizi bildirə bilərik. Lakin bu videoların yaranmaq səbəbi məktəblilər, abituriyentlərə imtahana hazırlaşmaq üçün dəstək olmaqdır. Buna görə də məktəb proqramı əsasında hazırlanır. Yalnızca kitablarda nə verilibsə məktəb proqramında onu qeyd edirəm və əsas məqamları qeyd edirəm və videolarda qeyd edirəm ki, bu qısa izahdır. Sadəcə videonu dinləməklə öyrənmək olmaz. Çünki daha yaxşı öyrənmək üçün videonu dinləyin, sonra dərsinizi oxuyun, qeydlərinizi götürün, qeydlərinizi tez-tez təkrar edin və çoxlu test işləyin. Əlinizin altında nə varsa, Dim, Güvən, Xəyal Əhmədli, Anar İsayevdən nə tapırsınızsa mütləq şəkildə test işləyin. Bu mövzunu daha yaxşı öyrənməyinizə və möhkəmləndirməyinizə və eyni zamanda qəbul imtahanında da daha yaxşı nəticə göstərməyinizə səbəb olacaqdır. Bugünkü dərsimizdə biz Osmanlı dövləti 16-cı əsrdən 20-ci əsrin əvvəllərinə qədər mövzusunu danışacağıq. Kanalda artıq Osmanlı dövləti 1-ci hissə videosunda biz 16-cı əsrə qədər hadisələrdən qeyd etmişik. Bugün isə 16-cı əsrdən başlayaraq nələr baş verib tarixdə Osmanlı dövlətində bu haqqda danışacağıq. Ümumiyyətlə Osmanlı dövləti yüzillərlə mövcud olmuş bir dövlətdir, qədim bir tarixi var və dərin bir tarix var. Yəni say-say bitməz bir çox mövzular burada araşdırıb tədqiq etmək mümkündür. Osmanlı dövləti 16-cı əsrin sonlarında geniş ərazilərə malik idi. Lakin artıq 16-cı əsrin 70-ci illərinə başlayaraq burada durğunluq dövrü başlamışdı. Sonradan bu durğunluq dövrü də bir sıra islahatlara baxmayaraq geriləmə ilə əvəz olunmuşdu. Ta 20-ci əsrin əvvəllərinə qədər. Demək, bir sıra bu tənəzzülün bir sıra səbəbləri vardı. İndi ekranda göstərəcəm onları. Ekranda gördüyünüz kimi daxili və xarici səbəblərini göstərmişəm. Osmanlı dövlətinin tənəzzülünə gətirib çıxaran durğunluq geriləmənin səbəbləri kimi. Bundan başqa siyasi və iqtisadi səbəbləri vardı. Siyasi səbəblərinə biz mərkəzi hakimiyyətin nüfuzdan düşməsinin əsas səbəbi taxta çıxan hökmdarların səriştəsiz olması idi. Belə ki, demək 1-ci Əhmədin dövrünə qədər hökmdar taxta çıxmamışdan qabaq ona bir vilayət verilirdi və bu vilayətə o başçılıq edirdi. Müəyyən bir təcrübə qazanırdı sultanlıq üçün. Sonradan taxta çıxırdı. Lakin 1-ci Əhmədin dövründə öz qardaşlarını öldürmək sistemi aradan qalxdı, ləğv edildi və bunu qəfəs sistemi əvəz etməyə başladı. Beləliklə taxta çıxacaq vəliəhd saray hərəmxanasında müəyyən mühafizə altında yaşayırdı və təcrübəsiz olurdu, səriştəsiz olurdu. Eyni zamanda az yaşlı çıxırdılar və onlara valideyn sultanları dövlət işlərinə qarışmağa başlamışdı, başçılıq edirdi. Hərbi yürüşlərdə sultanlar iştirak etmirdilər. Bu vəzifələri ümumiyyətlə bir sıra vəzifələr, rüşvətxorluq artmışdı. Baş vəzirlər tez-tez dəyişirdi və əhali ehtiyac içərisində yaşayırdı. Saray isə dəbdəbəli tədbirlər keçirirdi. Hüquq sistemində özbaşınalıqlar var idi. İqtisadi səbəblər nələr idi? Bunlar sultanlar tez-tez dəyişirdilər, taxtdan enirdilər və yeni gələn sultan da əvvəlki sultandan daha yaxşı olduğunu göstərmək üçün böyük miqdarda bəxşişlər paylayırdı xəzinədən. Culus bəxşişləri adlanırdı bunlar. Bu da məsrəflərin çoxalmasına səbəb olurdu. Gömrük vergiləri azaldılması yerli istehsalçıların müflisləşməsinə səbəb olmuşdu. Osmanlı pulu dəyərdən düşmüşdü, iqtisadi durğunluğa səbəb olmuşdu, zəifləməyə səbəb olurdu bu. Eyni zamanda yaxşı təmin olunmaq üçün əsgərlikdə olmayanlar da Osmanlı ordusunun əsas zərbə qüvvələrində olan Qapıqulu ocaqlarına alınmağa başlanmışdı. Bu da ocaq dövlət üçündür şüarının dövlət ocaq üçündür şüarı ilə əvəzlənməsinə səbəb olmuşdu.
Osmanlı ordusunun Avropadakı kimi yeniliklər tətbiq olunmurdu və bu da donanmanın da zəifləməsinə səbəb olurdu. Artıq kənd əhalisi öz təhlükəsizliyini təmin etmək üçün şəhərlərə köçürdü. Bu da təsərrüfatın da geri qalmasına, işsizliyin yaranmasına səbəb olmuşdu. Daha sonra dünyəvi biliklərə üstünlük verilmirdi və beşik alimliyi sistemi tətbiq olunmağa başlanmışdı. 16-cı əsrdə demək, alimin oğlu da alimdir hesab olunmağa başladı. Belə irsi keçməyə başladı alimlikdə. Bu da idarəçilikdə iflasa səbəb olurdu. Osmanlı dövləti bu dövrdə Səfəvilər, Avstriya və Rusiya kimi güclü dövlətlərlə həmsərhəd idi və öz sərhədlərini genişləndirmək gücündə də deyildi. Böyük coğrafi kəşflər baş vermişdi və ticarət yolu dəyişmişdi. Nəticədə zənginləşən və hərbi işdə güclənən Avropa ölkələri ilə müqayisədə Osmanlı geri qalmağa başladı. Bu dövrdə demək, bu durğunluğu aradan qaldırmaq üçün müəyyən islahatlar keçirilir. 17-ci əsrin ikinci yarısında Köprülü Mehmet Paşa islahatlar keçirir və İslam alimləri arasında mübahisələrə son qoyulur. Dövlət büdcəsinin kəsirləri aradan qaldırılır. Orduda nizam-intizam yaradılır. Anadoluda üsyanlar yatırılır. Lakin bu islahatlar da durğunluq dövründən çıxara bilmir Osmanlını. Daha sonra Çanaqqala bu dövrdə Venesiyalılar tərəfindən blokadaya alınmışdı. Osmanlı ordusu onları vurub çıxardır oradan. Lakin Mehmet Paşa vəfat edir. Ondan sonra oğlu Fazil Əhməd Paşa sədrəzəm olur. O atasının yolunu davam etdirir. Avstriya üzərində bir sıra parlaq qələbələr qazanır. Krit adası Osmanlı ordusu tərəfindən fəth edilir. Reç Pospolita və Rusiya ilə müharibələr baş verir və Osmanlı ordu öz üstünlüyünü burada sübut edə bilir. Ukrayna kazaklarının xeyli hissəsi Osmanlı dövlətinin himayəsinə alınır bu dövrdə. Bundan qorxuya düşür Avropa dövlətləri və katolik ölkələr olan Müqəddəs Roma İmperiyası da Malta, Avstriya, Venesiya və Reç Pospolita 1684-cü ildə Xaçlı İttifaqı təşkil edirlər və bu ittifaq Müqəddəs Birlik adlanır. Sonradan 2 il sonra bura Rusiya da qoşulur. Osmanlıya qarşı bir müqəddəs birlik idi. Və çoxsaylı ordu ilə Osmanlı torpağına soxulurlar və müttəfiqlər Osmanlını şərqdən də müharibəyə cəlb etmək istəyirlər və Səfəvilərə də müqəddəs birliyə qoşulmaq təklif olunur. Həmin dövrdə Səfəvi hökmdarı Süleyman Şah idi və biz zor gündə qan və din qardaşımızı arxadan vurmayacağıq deyir və bu birliyə qoşulmur. Daha sonra müqəddəs birliyin dövlətləri müxtəlif cəbhələrdən müharibələri aparırlar və Osmanlını məğlubiyyətə uğradırlar. 1699-cu ildə sülh imzalanır və Mərkəzi Avropada xeyli ərazilər qalib dövlətlərə verilir. Və 1699-cu il sülhü ilə Osmanlı dövlətində durğunluq dövrü geriləmə dövrünə keçid edir. Və bu geriləmə dövrü də 18-ci əsrin 90-cı illərinə qədər davam etmişdi. 1703-cü ildə taxta 3-cü Əhməd çıxır və Osmanlını beynəlxalq aləmdə itirmiş olduğu nüfuzunu bərpa etmək üçün tədbirlər görür. Rusiyanın cənuba doğru artan təcavüzünün qarşısı alınır. 1711-ci ildə 1-ci Pyotrun Prut yürüşü hücumları zamanı Osmanlı ordusu tərəfindən mühasirəyə alınır və məğlub edilirlər və 1-ci Pyotr Osmanlı sədrəzəminin qərargahına Rus elçilərini göndərir və barışıq imzalanır. Bu qələbədən sonra 3-cü Əhməd biraz ruhlanır və müqəddəs birliyin digər üzvləri olan Avstriya və Venesiya ilə də müharibələr aparır. Lakin bu müharibələrdə məğlubiyyətə uğrayır və Balkan yarımadasına xeyli ərazilər itirir. Sultan idarəçilikdə və daxili siyasətdə Avropa ölkələrinin təcrübəsini öyrənmək üçün İngiltərə, Fransa və Avstriyanın paytaxtlarına xüsusi nümayəndə heyətləri göndərir. Bu heyətlərdə Avropanın ölkələrində quruculuğu, elmi yenilikləri öyrənirlər, tanış olurlar və Osmanlı dövlətinin geriləməsinin qarşısını almaq üçün müəyyən islahatlar keçirməyə başlayırlar. 1718-ci ildə, artıq 18-ci əsrdəyik biz, 1718-ci ildə sədrəzəm olan İbrahim Paşa bir sıra islahatlar keçirir və dövlətin keçmiş qüdrətini bərpa etmək üçün əsas diqqətini xəzinənin boşalmasının qarşısını almağa yönəldir. Dünyəvi elmlərə maraq artır. Osmanlıda ilk mətbəə açılır bu islahatları ilə. Qara və Mərmərə dənizlərinin xəritəsi çəkilir. Çiçək xəstəliyinə görə qarşı peyvənd istifadə olunmağa başlanır və minlərlə insanın həyatı xilas olur. İstanbulda yanğından mühafizə dəstəsi təşkil olunur. Avropa memarlığı ilə tanış olurlar və bunun nəticəsində Osmanlıda yeni üslubda binalar tikilməyə başlanır və xəzinəyə qənaət etmək üçün hətta bəzi yeniçəri birlikləri ləğv edilir və dövlətin maliyyə vəziyyəti yaxşılaşır. İbrahim Paşa demək İstanbul xiyabanlarında Lala Gölü üslubunda
bəzədilməsinə diqqət edir və onun dövrü İbrahim Paşa dövrü deyildi, Lala dövrü adlanmağa başlanır. Sonra bütün bu islahatlar o qədər yaxşı qarşılanmır. Çünki xəzinəyə daxil olan gəlirin çox hissəsi ordu quruculuğundan yox, əyləncələrə, tədbirlərə istifadə olunurdu. Bu da narazılıqlara gətirib çıxarır. İstanbul əhalisi Səfəvilərə qarşı döyüşə gedəcək ordunun başında olan 3-cü Əhmədin sonradan gecə ilə qayıqla geri dönməsi və tədbirlərdə iştirak etməsinə qarşı üsyan qaldırır. 1730-cu ildə Sultan 3-cü Əhməd də Sədrəzəm İbrahim Paşa da hakimiyyətdən salınırlar və 3-cü Əhmədin qardaşı oğlu 1-ci Mahmud Sultan elan edilir. 1-ci Mahmud ilk növbədə qiyamçı yeniçərilərin müqavimətini qırır və Lala dövründə inşa edilən üsyanı zamanı dağıdılmış tikililəri bərpa edir. Lakin Lala dövründən fərqli olaraq ordu quruculuğuna da diqqət yetirir. İstanbulda yeni kitabxanalar açır, həndəsənin geniş şəkildə tədris edildiyi xüsusi məktəblər açır və kağız istehsal edən ilk fabrik açdırır. Eyni zamanda o Nadir Şah Əfşarla da sülh bağlayır və əsas diqqətini Avstriyaya qarşı yönəldir. Balkanlarda ağır məğlubiyyətə uğrayan Avstriya sülh istəməyə məcbur olur və imzalanan sülh ilə Osmanlı dövləti Balkanlarda itirdiyi xeyli ərazini geri qaytara bilir. 1-ci Mahmudun bu təşəbbüsü ilə eyni zamanda hərb tarixində ilk dəfə Qumbara Atanlar adlı qoşun hissəsi yaradır. Qumbaraçılar ocağı adlanır bu qoşun. Buraya demək hər biri 25 nəfərdən ibarət olan 600 nəfərlik qumbaraçılardan ibarət dəstələr yaradılmışdı, aid idi. Bu qumbaralar əl ilə ya da mina atanlar vasitəsilə atılırdı. Geriləmə dövrünün qarşısı bir müddət alınmışdı bununla. Lakin ondan sonra 1-ci Mahmuddan sonra yəni gələn hakimlər, sultanlar Osmanlı yenidən siyasi iqtisadi böhranları qarşısını ala bilmirlər. Hətta bu böhranlar daha da güclənir. Ordunun zəiflədiyini bilə-bilə Osmanlı sultanı 1768-ci ildə Rusiyaya müharibə elan edir və bu müharibədə məğlub olur. 1774-cü ildə Kiçik Qaynarca sülhü imzalanır. Bununla da Krım da daxil olmaqla Qaradəniz sahilləri, xeyli əraziləri Rusiyaya verilir. Mən xəritəni də dəyişdim. Osmanlının 1774-cü ildə Rusiyaya verdiyi əraziləri də xəritədə görə bilərsiniz. Və bütün bundan sonra demək Rusiyanın əsas niyyəti ortaya çıxır. Yunan layihəsi deyilən plan hazırlanır və bu plan 18-ci əsrin ikinci yarısından başlayaraq Rusiyanın xarici siyasətində əsas rol oynamağa başlayır. Sonradan bu plan Şərq məsələsi adlanmağa başlanır. Şərq məsələsinin əsas mahiyyəti Azov və Qaradəniz sahillərini tam işğal etmək və dənizlərə çıxış əldə etmək, Rusiyanın yəni Bosfor və Dardanel boğazları üzərində nəzarəti ələ keçirmək və Yunan layihəsini gerçəkləşdirmək idi. Avstriya ilə razılaşdırılmış Yunan layihəsində nəzərdə tutulurdu. İstanbulu işğal edəcəkdilər və onu Konstantinopol adlandıracaqdılar. Rusiyanın himayəsində bir Bizans dövləti qurulacaqdı və Balkan yarımadasının qərbində torpaqlar Avstriyaya verilməli idi. Rusiya hökmdarı 2-ci Yekaterina və onun saray əyanı Potyomkin tərəfindən bu Yunan layihəsi hazırlanmışdı. Bu layihəyə görə onların əsas məqsədi Osmanlıya mənsub olan torpaqları hesabını öz ərazilərini genişləndirmək idi və xristianları güya müsəlmanlardan qorumaq adı ilə Rusiyanı dünya pravoslavlarının mərkəzi elan etmək istəyirdilər. Şərqdə də yalnız Osmanlının deyil, Böyük Britaniya və Fransanın nüfuzuna da ağır zərbə vurmaq istəyirdilər. Və onlar demək Kiçik Qaynarcaya görə Krım xanlığı müstəqil elan edilmişdi. 1783-cü ildə Rusiya hücum edir və Krım xanlığını ilhaq edir, yəni işğal edir. Və minlərlə Krım türkün də burada Osmanlı dövlətinə sığınırlar. Bu işğala etiraz olaraq Osmanlı 1787-1791-ci ildə növbəti dəfə Rusiyaya müharibə elan edir. Müharibələrə görə Rusiya müttəfiqi olan Avstriya da müharibəyə qoşulur. Avstriya ordusunu Osmanlı məğlub edir dalbadal və Avstriya sülh bağlayıb müharibədən çıxır. Lakin Osmanlı Rusiyaya qarşı uduzur bu müharibədə. Beləliklə Yassu sülhünü imzalayır 1791-ci ildə. 1791 Yassu sülhünə görə Dnestr çayı Rusiya-Osmanlı arasında sərhəd çay olur və Rusiya Qaradənizin şimal sahillərində qəti olaraq möhkəmlənir. Eyni zamanda Cənubi Qafqaz və Balkanlarda da nüfuzu artır Rusiyanın.
Lakin Osmanlının torpaqlarını bölüşdürmək ki var idi, şərq məsələsi. Bu o qədər də alınmır Rusiyada. Çünki Avropa dövlətləri ilə onların mənafeləri toqquşurdular. 1791-ci ildə bağlanan bu Yassı sülhü Osmanlı dövlətinin dağılma dövrünün başlanğıcı hesab olunur. 1789-cu ildə taxta 3-cü Səlim çıxır. 1789-1807-ci illərdə hakimiyyətdə olub. O Avstriya və Rusiya ilə o sülh müqaviləsi imzaladıktan sonra dövləti böhrandan çıxarmaq üçün islahatlar keçirmək istəyir və yerli tacirlərin gəlirlərini artırmaq məqsədi ilə ölkə daxilində onların imtiyazlarını artırır, xarici tacirlərin də fəaliyyəti məhdudlaşdırır. Sultan burada fərman verir ki, hərbi vəzifəsinə layiqincə yerinə yetirməyən timar və ziyamət sahiblərinin mülkü onlardan geri alınmalı idi. Yeniçərilərə 3 aydan bir verilən əlavə maaşlar qadağan edilirdi. Avropa nümunəsində silahlanan və təlim görən hərbi hissələr yaradılmalı idi. Hərbiçilərə maaşların ödənilməsi üçün xüsusi xəzinədarlıq təsis olunmuşdu. Hərbi mühəndislik məktəbi açılmalı idi və qumbaraçı məktəbi açılmalı idi. Bu məktəblərin nəzdində istehkamların qurulması ilə məşğul olan hərbiçilərin hazırlanması nəzərdə tutulurdu və donanmanın dəniz döyüşlərində yeni texniki tələblərə uyğun qurulmalı idi. Orduda da hərbi təlimlərin sayı artırılmalı idi. Bu ordu quruculuğunda yeniliklər Misirə soxulmaq istəyən Napoleonun Əhməd Paşanın başçılıq etdiyi ordu tərəfindən geri oturulmasında mühüm rol oynamışdı. Yəni Napoleon Əhməd Paşaya məğlub olmuşdu. Lakin bütün bu islahatlar Yeniçərilərin və mühafizəkar din xadimlərinin, saray əyanlarının o qədər xoşuna gəlmir, üsyan olur. 3-cü Səlim hakimiyyətdən uzaqlaşdırılır. Osmanlı demək 19-cu əsrin əvvəllərində böhran keçirməyə başlayır. Siyasi, iqtisadi geriliyə özünü açıq şəkildə biruzə verir. Əyalət hakimlərinin demək varlanmış əyanlar, canişinlərin əlində cəmlənmişdi hakimiyyət və Afrikanın şimal vilayətlərində müstəqillik meylləri artmışdı. Çoxsaylı müharibələr, demək bütün bu xərclər, vergilər kəndlilərin üzərinə düşürdü və kəndlilər müflisləşirdilər. Belə bir dövrdə Fransada imperatoru 1-ci Napoleon orada işğalçılıq müharibələri aparırdı Avropada və Osmanlı Rusiya ilə yaxınlaşır. Lakin tezliklə Rusiya ilə də arası dəyir, çünki Rusiya Valaxiya, Moldovaya hərbi müdaxilə etmişdi və Osmanlı Rusiyaya müharibə elan edir. Bu dövrdə yenə 1806-1812-ci illərdə olan bu növbəti Osmanlı-Rusiya müharibəsi Buxarest sülhü ilə nəticələnir. Buxarest sülhünə görə Bessarabiya, yəni Moldova və Ukraynanın bir hissəsi Rusiyaya verilir. Dunay çayı da Rus gəmiləri üzə bilərdilər. Moldova və Valaxiya da Osmanlı İmperiyasının tərkibində qalır. Bütün bu dövrdə eyni zamanda Balkan xalqları da üsyan edirdilər və onların üsyanını serbləri və yunanları, Avropa dövlətləri və Rusiyada dəstəkləyirdi. İngilislər Misirdə, fransızlar Əlcəzairdə möhkəmlənmək istəyirdilər. Belə bir dövrdə 1821-29-cu illərdə Yunanlar mübarizə aparırdılar. 1828-29-cu ildə yenidən Osmanlı Rusiya ilə müharibə aparır. 1829-cu ildə Ədirnə sülhü imzalanır Osmanlı Rusiya arasında. Valaxiya, Moldova və Serbiyaya muxtariyyət hüququ verilir. Təzminat ödəməli idi Osmanlı. Rusiyanın Cənubi Qafqazdakı işğallarını tanımalı idi və Yunanistanın müstəqilliyini qəbul etməli idi. Və böhran Osmanlını bürümüşdü. Sultan II. Mahmud 1808-1839-cu illərdə hakimiyyətə gəlir. O da islahatlar keçirir. 1826-cı ildə hərbi islahatı görə yeni piyada korpusu yaradılmalı idi və Yeniçəri dəstələri ləğv edilməli idi. 1830-cu ildə ümumi əskər yığımı qaydasında yeni ordu yaradılmağa başlanır. Hərbi len sistemi ləğv edilir. Hərbi xidmətlə məşğul olmayanların timar, ziyamət torpaqları dövlət mülkiyyətinə keçir. Sahiblərinə təqaüd qismində kompensasiya verilməyə başlayır. Nizami hərbi dəstənin yaradılması üçün sərt tədbirlər görülür. Daha sonra bu islahatın idarəetmə aiddir. Mərkəzi idarəetmə orqanları Avropa nümunəsində nazirliklər yaradılır. Mədəni islahat isə bu idi ki, şəhər əhalisi xarici görünüşünə, həyat tərzinə Avropa təsiri artmağa başlayır. Yəni onlar geyimləri artıq Avropa tərzində olur, başlarına fəs qoyurlar, artıq kostyum geyinməyə başlayırlar kişilər. Əhali də fransız dilində, yəni yüksək təbəqələr fransızca danışmağa başlayırdılar. Sultan Əbdülməcidin dövründə 1839-1861-ci illərdə hakimiyyətdə olub. O 1839-cu ildə Gülhanə Xətti Şərifi adlanan fərman verir və bu Xətti Şərifə görə
Bütün tələbələrin həyat, şərəf və əmlak təhlükəsizliyi təmin olunmalı idi, vergilər düzgün toplanmalı idi, iltizam sistemi ləğv edilirdi və orduya çağırışın qaydası nizama salınmağa başlanır. Eyni zamanda dini mənsubiyyətinə asılı olmayaraq bütün tələbələr hüquq vəzifələri qanun qarşısında bərabər elan edilmişdi və xüsusi hərbi tədris ocaqları yaradılırdı. İlk universitetlər açıldı. İbtidai məktəblər dünyəvi hakimiyyətə tabe edildi. 1876-cı ilə qədər keçirilən islahatlar Osmanlı tarixində Tənzimat-ı Xeyriyyə adlanır və bu islahatlar burjua xarakteri daşıyırdılar. Sonra 19-cu əsrin ikinci yarısında ölkədə konstitusiya və seçkili orqan parlamentin yaradılması üçün hərəkət başlanır. Bu hərəkat 1865-ci ildə İstanbulda Gizli Yeni Osmanlılar adlı cəmiyyətin yaranmasına səbəb olur və onlar ölkədə konstitusiya qəbul edilməsini tələb edirdilər. Yeni Osmanlılar başlıca məqsədi konstitusiya qəbul etdirmək və parlament yaradılması idi. Eyni zamanda onlar imperiyanın qorunub saxlanmasına lokal xarakter baxış açısına sahib idilər. 1876-cı ildə bu konstitusiya tərəfdarları fəallaşırlar. Baş vəzirin və Şeyxülislamın istefasını tələb edirlər. Sonra Osmanlı tərəfdarları bu yeni Osmanlıları sultanı devirirlər və tanınmış ictimai xadim Əhməd Midhət Paşanın başçılığı ilə Dövlət Şurası konstitusiya hazırlayır. 1876-cı ildə yeni sultan 2. Əbdülməhəmid hakimiyyətə gəlir və konstitusiyanı qəbul edir. Osmanlı dövləti olur konstitusiyalı monarxiya və imperiya ərazisində yaşayan bütün əhali Osmanlı adlanmağa başlayır. 1877-ci ildə isə parlament fəaliyyətə başlayır. 1878-ci ildə, yəni bir ildən sonra 2. Əbdülhəmid parlamenti buraxır və konstitusiyanın fəaliyyətini dayandırır. Bunun səbəbi isə Balkanlarda Osmanlı əleyhinə üsyanlar var idi, Rusiya ilə müharibə başlamışdı və deputatlar hökuməti tənqid edirdilər və bundan sonra ölkədə sərt diktatura rejimi başlayır. 1877-1878-ci ildə Rusiya-Osmanlı arasında yenidən müharibə olur və San Stefano sülhü imzalanır. San Stefano sülhünə görə Rusiyanın Balkanlarda mövqeyi güclənmişdi və bununla İngiltərə, Avstriya razılaşmaq istəmirdilər. Berlin konfransı çağırırlar 1878-ci ildə və bu konfransa görə San Stefano sülhünə şərtlərinə yenidən baxılır. Berlin konfransında nələr baş verir? Demək, Bolqarıstan Osmanlı dövlətindən asılı olan knyazlığa çevrilir. Serbiya, Çernogoriya və Rumıniya tam müstəqil olurlar. Qars, Ərdahan, Batum Rusiyanın tərkibinə keçdi. Osmanlı mülkü olan Bosniya-Herseqovinaya idarə olunması müvəqqəti olaraq Avstriyaya verilir və Kipr adası İngiltərəyə icarəyə verilir. Bu uğursuzluqlar nəticəsində 1889-cu ildə İstanbulda Hərbi Tibb Məktəbinin kursantları İttihad və Tərəqqi adlı gizli cəmiyyət yaradırlar və bununla Gənc Türklər Hərəkatının da əsası qoyulur. Bunlar konstitusiyanın bərpa edilməsini istəyirdilər və 1908-ci ildə 20-ci əsrdəyik artıq. 1908-ci ildə Makedoniyada Gənc Türklərin üsyanı baş verir. Tezliklə bir çox Balkan şəhərlərində qarnizonlar və yeni partisan dəstələri də onlara qoşulurlar və 2. Əbdülhəmidə bunlar ultimatum verirlər və nəticədə ultimatumu sultan qəbul edir və konstitusiyanın bərpası, parlamentin çağırılması haqqında fərman verir. Parlamentdə çoxluq gənc türklərə verilmişdi. 1909-cu ildə özünə sadiq olan hərbi hissələr arxalanan 2. Əbdülhəmid taxtdan salınır və taxta 5-ci Məhəmməd Rəşad çıxarılır. Gənc türklər xarici siyasətdə müəyyən səhv addımlara yol verirlər. 1911-12-ci illərdə İtaliya-Osmanlı arasında müharibə nəticəsində İstanbul özünün Afrikadakı sonuncu mülklərini də itirir. Daha sonra Balkan müharibələri baş verir. 1-ci və 2-ci Balkan müharibəsi. 1912-13-cü illərdə 1-ci Balkan müharibəsi olmuşdu. Müharibəyə Osmanlı dövləti ilə Bolqarıstan, Serbiya, Yunanistan, Çernogoriyadan ibarət Balkan ittifaqına qarşı olmuşdu. Müharibədə Osmanlı məğlub olur. 1913-cü ildə London sülhü bağlanır və Osmanlı dövləti Balkan yarımadasındakı İstanbulun Avropa hissəsi istisna olmaqla bütün torpaqlarını itirir, Ədirnəni də itirir. İkinci Balkan müharibəsi isə 1913-cü ildə olmuşdu. Burada Bolqarıstan ilə digər müttəfiq ölkələr arasında olmuşdu. Burada Bolqarıstan məğlub olur və Buxarest sülhü imzalanır. Bundan istifadə edir Osmanlı və Ədirnəni geri qaytara bilir. Daha sonra və ümumi olaraq Balkan müharibələrindən sonra Osmanlı Avropadakı öz
torpaqlarını itirir və Avropadakı Osmanlı hakimiyyəti sona yetir. Daha sonra Birinci Dünya müharibəsində də gənc türklər Almaniyanın tərəfində olmuşdular və bu da Osmanlı imperiyasının məhvinə səbəb olur.